Salam, xoş gördük əziz tamaşaçılar. Mənim canım. Anlamadım. Gözəl xanım. Gəlin burada əyləşin. Sizi kim orada oturtdu? Bugün sizin gününüzdür. Sizi kim orada oturtdu? Keç. Ay, bugün çok güzel bir efir olacak. Necəsiniz? Yaxşı, siz necəsiz? Əsəbləri sakitləşdir. Bizim dəyərli nevrologumuz. Türkiye'nin en məşhur xəstəxanalarında çalışır. İndi ölkəmizdə fəaliyyət göstərən nevrologumuz. Əsəbləşən bütün insanların əsəblərini sakitləşdirəmiz. Gülxanım xanım. Hardadır Gülxanım? Daxil ol studiyaya Gülxanım. Günel? Günel sen ne edirsən? Günel sen acıksan Beynəlxalq Təhsil Mərkəzinin Salam, hoş geldin hanım. Salam Gülxan. Salam, necəsiz? Yaxşıyam Gülxan. Siz necəsiniz Gülxan? Necə keçdi dünən uşaqlarla gün? İki gündür yaxşıyam, uşaqlarımla bir yerdəyim. Hə, Və gördüm sizə uşaqların da, təşəkkür edirəm ki, uşaqların da rəngi rufu üstünə gəlibdi belə. inanırsınız, bəlkə də siz xoş geldin, o qədər Allahın yanında səbir, yəni uşaqlar ki, elə sevindirdiniz, vallahi inan ki, xoş getdi. İki gün həm məni, həm o uşaqları. Sevindirdim hə? Bəli, çox İndi sağ də olun. sevindirəcəm səni. Gülxanım, bura bir qadın gəlib. Qucağında da bir uşaq. Çöpədir. Körpə uşaq. Sürprizsən. Nə niyə? Mənə niyə xoş edib xanım? Sən Mənim maşallah 3 uşağım var, ikisi də olacaq bəsimdir. Bu da mənə gətiriblər bunu da. Benim mən saxlayım onda baxım. Canımda çörbə. Rəşad sənin üçün çox əzizdir də, düz deyil. İstəmirəm o mövzuyu artıq. Yəni Bitdi Rəşaddan də artıq. məsələn bir xatirə də gəlsə, qəbul edərsənmi? Buyurun Nailə xanım, gəlin. Adı deyəndə Rəşadın adı ömür boyu sənin yanında çəkiləcək. Çünki sən onun 2 dənə uşağını. Hə, orası düzdür, düzdür. Uşağımın Yəni atasıdır. deyirəm ki, Rəşaddan biri də gəlsə qəbul edərsənmi? Bir Teşekkür- xanım gəlibdir. Bir xanım gəlib studiyaya və uşağı ilə birlikdə gəlib. Al Gül xanım. Uşaq Rəşadın uşağıdır. Xoş geldin. Gül xanım və bir xanım. Al. Necə? Onlar götürə bilmirəm. Necə? Ürəyim pis olur. Onlar çıxamır üzərinə. Ürəyim pis olur. Gül xanım, bir xanım gəlib. Gəli də bayram. Necə? Hələ o səhər əli birinci gəli 3 dənəsi ilə gələcək.
Gəlir, gəlir, ay bayram. Sənin qədrini hələ bu Gülxanım çox biləcəkdir. Zaman gələcəkdir. Gülxanım ehtiyatlı ola, birdən əsəbləşib uşağı atıb eləyərsən, hə? Deməli, hələ bu Gülxanım bayram deyib ağladığı günlər olacaqdı, bunu yazın. İnanmıram. Xahiş edirəm, uşağın Nailə xanım. Şurada ben evde tez diyeceğim ki Körpəyə dişilindir. Ayrıldığına görə peşman deyil. Bana hesab edirəm ki, gələcəkdə də Xuşqədəm xanım, Gülxanımın bayramla barışma ehtimalı sıfırdan da aşağı. Sehran bəy, siz niyə görə ailə əleyhinə gedirsiniz? Xeyr, ailə əleyhinə Siz getmirəm. dünən Gülxanın o uşaqlarla xoşbəxt anlarını Gülxanımla bayramın arasında bir rəşad var. Ona görə də onların barışı bir ailə kimi ortaya gəlmə imkanları Kim deyir onlar barışsın, kim deyir ki onlar? Amma siz imkan vermirsiniz, siz mane olursunuz ki o uşaqlar heç olmasa anası ilə görür. Xeyr, mən niyə qətiyyən. Haqlı deyilsiniz Xoşqədəm xanım. Mən Nə sadəcə haqlı olaraq deyirəm? subyektiv fikirlərimi bildirirəm. Bir körpə də gəlibdi. Gülxanım, əgər Rəşadın bir uşağı olarsa və o qadın da bugün gəlib bura çıxarsa, desə ki, bu uşaq Rəşadındır, verirəm onu da Gülxanıma, çünki Rəşad məni aldadıb, baxarsan. Hə, belə? Şəraitin o, Yəqin şərait. Rəşadla bir yerdə olsa baxacaq, əlbəttə Yox, baxacaq. heç Rəşadla bir yerdə də olmasam uşaqdır, baxaram. Niyə Ay baxmıram? müəllim, bir dəqiqə mən siz vəkilsiz. Mənim adım Sehrandır, Sehran müəllim. Seyran deyirəm. müəllim, çox gözəl, çox sevindim. Xoşağa. Biz uşaqların sayını artırmaqla nəslimizi artırmış oluruq, düzdürmü? Sözsüz, mən buna razıyam, tamamilə. Amma bu uşaqların heç bir günahı yoxdur. Bu nəsli biz elə böyütməliyik ki, gələcəkdə bir Azərbaycan vətəndaşına layiq bir evlad olsun. Əlbəttə ki, mən heç kəsinə qınamaq fikrim var, nə mühakimə eləmək. Çünki Allah bilən yaxşıdır hər şeyi. Allah nə bilirsə o məsləhət olur. Amma biz hər şeyi Allah məsləhət bilir deməklə də deyil, ay Gülxanım xanım. bəli. Çünki bax, qucağımda bu körpə, mən bilirsiniz necə oldu, mən bir nənəyəm. Mən artıq 2 evladımı tək böyütmüşəm. Əzim, bir dəqiqə qulaq as, bir dəqiqə qulaq as. Uşağımı atmamışam. Bir dəqiqə qulaq as, sən mənə qulaq as. Sən böyükləri dinləmədiyin üçün bu vəziyyətdəsən. Böyükləri dinləmədiyin Düz üçün bu dedi, o qadın vəziyyətdəsən, düz dedi. əzizim. Nailə xanım düz dedi, böyükləri Mən dinləmədiyin üçün bu Uşaq vəziyyətdə. deyiləm mən. Mən sənin qarşında Bəli. 63 yaşında bir nənə Düz dayanır. deyil. Bir ana dayanır. Və özə necə Mən bir ana böyüyü dayanıbdır, dinləmək- necə bir ana dayanıbdır. Burada hər adam o sözü deyə bilməz. Olur, burada çox adamlar gələr, çox söz deyər. Amma Nailə xanım kimi söz deyən, mən bilirəm. Çox sağ olun, Xoşqədəm xanım. Mən bir dəqiqə çox üzr istəyirəm sizdən. 2 evladına tək baxmış anayam. Və hal-hazırda 4 nəvəm var. Bax, Hacı bəy məni tanıyır. Bəli, hamı tanıyır, Amma bizlər mən burada tanıyırıq. özümü reklam üçün demirəm bunu. Mən bunu ibrət üçün deyirəm. Mən bunu sizin kimi gənclər, gənc analar əyləşmisiniz burada. Qoy Gənc sığınacaq atalar var. əyləşmisiniz burada. Siz nəyə umud olub, nəyə güvənirsiniz Xoşqədəm xanıma? Düzdür? Bəli, Amma bəli. Xoşqədəm xanım haraya kimi sizi daşıya biləcək? Haraya kimi? O yeri mənə göstərin. O sərhəddi göstərin. Göstərə bilməyəcək. Sən 3 evladın, körpə balaların, bunlara əgər baxmayın, başqasının evladına necə baxacaqsan? Aydındır. Aydındır, nəsə deyirdi. Bir dəqiqə, bir saniyə, qoy nəsə deyirdi. Mən balalarıma Buyur. canım qurban. Bir dəqiqə, Mən bəli. boşanmağa Mən ona gəlmişdim, balalarımla dedim ki, bir- mən ev verirəm ona, eşi verirəm. Arxasına dayanıram. Dost kimidir. Dostum kimi verirəm. Evi verir Ev verirəm onun qalmağa. və sözün harda qalacaqsan, o sənə deyir Elman, mi? mənim ehtiyacım yoxdur. Ay qardaşım, sən niyə sənə dedim ağaçlarına? Gülxanım, mən sənə kömək edəm istəsən. Bayramda uşağı da alıb verirəm. Xeyr, ehtiyacım yoxdur. Bayram gəlib qala bilər, mən gəlib qala Elmana bir bilərəm. şey deyim, Ali Elman, bir Otur dönüm. bir
Necə? Adam xanım. Xoş geldin. Bayram gəlib qalıb bilər evində, amma məni qatma, mən istəmirəm, ehtiyacım Niye yox. istemiyorsun Gülhanım? Koşacağım dibişe. Gelme. Olmadı ki Bayırda bu. yuva yoktu. Yuva verem de. Ahmiyeti olmayacak sonradan demeye. Elman senin Gülhanıma təklifin normal. Çok sağ ol. Normal təklifin. Başa düşürəm səni. Seyhan Bey. Gülhanımın da sana cevabı son derece normal. Bitti bu söhbət. Aydın da Kardeşim, əyləşin də, Gülhanımla əyləşin, sana bayramın sözü var münasibətlərin idi. alınmayacaq. Bir dəqiqə, Ay Seyran bir bəy, dəqiqə. Sən attın marağım nədir ki, sən Gülxanın tərəfindən çıxırsan. Burada və burada mən yanıram, tökülürəm. Sən marağın deyirsən ki, Rəşad deyir, mən əlimdən qurtara bilməz. Sən Gülxanın sual nə vermirsən ki, bayramın üstünə 3 tane uşağı atmışsan, gəlmirsən bura. Onu Bayram nə demirsən? meselesi. Sen aldın. Onu nə demirsən Gülxan'a? Sualı verdi. Vəkilsən, Sualı verdi. Bir dünya dəqiqə. görüşün çox da onu deyinən. Bu suallar o vaxtlar verilib. Bayram məsələsi mənim üçün artıq arxivdədir. Bayram Niyə məsələsi. görə bayram məsələsi? Niyə? Bayram uşağa baxır. Hal-hazırda mən Gülxanımı müdafiə edirəm Rəşadla münasibətdə. Rəşadla Nəyə görə? münasibətlə bağlı mən Gülxanımı müdafiə edirəm. Başa düşsən mən Gülxanımı Gülxanımı demirsən, hazırki buna vəziyyətini attım da atmısan. müdafiə edirəm mən. Gülxanımı demirsən, buna attım da atmısan, sən 13 yaşında qızın baxır, televizorda baxır sənə. O uşaq da utanır, məktəbə var, dostu var, tanışı var ona. Sən elədin də, sən bu dərəcəyə getirdin. O üç uşaq Bir dəqiqə, məsələsində bir dəqiqə, mən Aydın. Gülxanımın üstünə getmişəm. Gülxanımı mən burada tənqid eləmişəm o uçaq Yaxşı, aydındır. məsələsində. Amma hal-hazır Rəşadla bağlı məsələdə Bir söz deyim. mən Gülxanımın yanındayam. Sonra Nailə xanımın da cavabını verim. Hörmətli Nailə- Özqədəm xanım. Mən cavabını necə verəcəksiniz? Bir Siz dəqiqə. çox Nailə maraqlısınız. xanım bəyan dedikləri son dərəcə təqdirə layiq, razıyam sizə. Amma mən başa düşmədim, siz Gülxanımdan nə istəyirsiniz? Mən Gülxanımdan... Gülxanım bu dəqiqə mən çətin bir vəziyyətdə olan, vaxtı gətirməyən, xoşbaxt olmayan bir xanım. O Seyran hal-hazırki müəllim, vəziyyətdə biz Seyran ona müəllim. bir veriliş olaraq dəstək olmalıyıq. Biz onun yanında bir olmalıyıq. yerdə olur. Siz Bu ona qədər nə şey- Bir dəqiqə istəyirsiniz? dayanın. Deyirsən ki, Gülxanıma heç kim yoxdur, heç kimi yoxdur, qalıb ortalıqda. Nə üçün yoxdur, əmiləri də var da. Əməngi gətirirsən, onun qabağını ye ki, çıxır cəmaatı boğazını Bayram, yapışdırmağa. bir dəqiqə. Bəli, sən Seyran. Bayram, Ondan sən əmi mənim əziz oldu. qardaşım, bir dəqiqə. Sən zəhmətkeş bir oğlan, mən sənin xətrini dünyalar qədər istəyirəm. Sözsüz. Sən mənim dostum, mən bir sənlə görüşəndə görüşüb öpüşürük. Yox, bunları mövzuya keçək. Görüşüb öpüşür, oradan da Ləvəngi məsələsi gətirir. bitib, qardaşım. Bitibə mən bura əvvəldən nə gəlmişdim? Ay, Ləvəngiyə Ləvəngi ən çox haqqı olan bayramdır. Ləvəngi ona gəlməlidir. Çünki övladlara o baxır, uşaqlara o baxır. Birincisi, Siz ona Ləvəngi gətirməyə mənası Ləvəngi yoxdur. məsələsinə bir dənə mən aydınlığa gətirim. Bura Ləvəngini mənim həyat yoldaşım öz təşəbbüsünə göndərir. Bəli, sağ olsun, buradan əllərindən Mən bura öpürəm. gələndə bilmişəm ki, həyat yoldaşım bura Gülxanıma Ləvəngini göndərib və hesab edirəm ki, təqdirə layiq bir hal. Buradan Əlbəttə, həyat bir yoldaşımı- qadın- Çox sağ ol. Buradan həyat yoldaşımı alqışlayıram. Ləvəngi məsələsini qoyduq burada. Mən onun işinə qarşı Seyran bilmərəm. müəllim, Özü ay o Seyran iki müəllim. hamilə olduğu üçün xanıma göndərib o həmin ərzaqı. Həm ata həm anadır bayram. Arkadaşlar bayram maşallah. Bayram Bayramın da maşallah o Ləvəngə ehtiyacı yoxdur. Ne yoxdur? Haradan bilirsən? Bayram nə çıxıb gedib indi biz oturub nə qədər Ləvəngi istə bir yerdə yeyə bilərik. Seyran müəllim, mən həmişə qadınların tərəfini saxlayıram və bu özüm də bir qadınam, qadın həmrəyliyini həmişə qoruyuram. Amma məsələ ondadır ki, siz bunu elə danışırsınız ki, güya ki Gülxanım aydan arı sudan durur və bu işində bu məsələni də davam etdirmək. Biz Gülxanımı cəmiyyətdə Gülxanım, Rəşadla münasibətdə bir dəqiqə. verə bilmərik. Ay Nailə xanım, çox Örnək verə Gülxanım bilmərik. Rəşadla münasibətdə aydan arı sudan durur, bəli. Kimin münasibətdə? Gülxanım Rəşadla münasibətdə son dərəcə günahsız. Nə danışırsınız? Günahsız bir qadın. Nə Bəli, günahsız. danışırsınız Nailə siz? xanım, yadda Siz saxlayın. Bir dəqiqə. Mən. Mən onun haqlı Siz məqamlarını ortaya qoyuram. Ay Ceyran bəy, siz rayondaydınız bu hadisələr olanda, ya buradaydınız? Mən Belə, başda yaşayıram. belə, Siz keçən verilişdə mən burada olanda siz buradaydınız. Mən sizi gözləmədim. Yox idiniz. Ay sağ ol. Mən o vaxtı Gülxanım üçün dedim ki, o hamilə xanımdır. O dünyaya sağlam evlad gətirməlidir. Və o üç uşağı da o dünyaya gətir. Mən bu sözləri dedim. Siz burada yox idiniz. Amma Gülxanım- bugün mən Gülxanımı təbliğ eləyə bilmərəm. Gülxanımın bir də- Mümkün deyil. Ay Ceyran, Sizə kimdir? Gülxanımın bir dənə filosu var ki, Mən yatmıram, mən yemirəm onları verirəm. Ay Gülxanımın canım bir dənə mənim, elə filosu onu var ki, əvvəldən eləyərdin, üç uşağa baxardın. Bu iki uşağı yenidən dünyaya gətirmək, baxmaq asan bir şeydirmi? Mən bunları Nə danışırsan sən? Bir şey deyim, bir Nailə şey deyim. xanım, Sakitlik.
Gül xanım, bir dəqiqə davam edəcəyik. Gül xanım, əgər Rəşadın bir övladı da çıxıb burada gəlsə, bir xanım gəlib, körpə bir uşaqla gəlibdi. Uşaq yeni doğulub, 25 günlük. O uşaq 25 gündür doğulub. Bu körpə, bəli. Bəli. 25 gün olur da, noyabr ayının 11'i, yok qalsın buna bak, ay Allah, onun əyin başına bak, ay Allah, bu nədir, bu nə, saçları qapqara, 25, 11'i de neçə gün olur, ya da 24-25 gün, Vay. yəni bir xanım gətiribdi, xanım arxa otaqda əyləşibdi, görürsünüz. Gül xanım, sənə bir sual verim, əgər bu uşaq, əgər ümumiyyətlə Rəşaddan bir övladı olarsa, səni də aldadarsan, ona sahib çıxarsan. Yox, çıxmayacaq. Xoşqədəm xanım, o sahib Yox, çıxmayacaq. bayrama baxmaz. Rəşadı sevdiyi üçün çıxar. Çıxmayacaq. Yox, Rəşadı sevdiyi o uşağa baxarım. Niyə baxmıram? Xoşqədəm xanım. Ay, dar. Xoşqədəm xanım. Bəli, Belə baxaram. qadınları görən nifrət edirəm ki, bir qadın ki uşağını qoyur evdə çıxır körpə uşağını. Mən o qadını nifrət O baxır, xeyr. Vallahi mən nifrət Mənə bax, edirəm. mən uşağımı qoyub qaçmamışam. Mən bu uşaqlarla üçü ilə də bu efirə gəlmişdim. Yəni hara Və sən gətirdin Alim- qoyurdun uşaqları? Necə gəlim? Efirə Hara gəlmişdim. sığınacağı qoyurdun, mən gəldim dedim ki, mən ölməmişəm uşaqlarımıza Mən Xoşqədəm xanım, sığınacağı hansı bir veriblər. kişi ilə qaçmamışdım ki, gəlmişdim Yox, ki, he. mən Xoşqədəm Sən- xanım, ata dözə bilmirəm. Mənim Boşanmama gedə kömək elə. bilmirəm. Boşanmağa Yardım kömək et. elə, Nə bax. vəziyyətdə gəlmişdim mən? Nə bura? vəziyyətə? Nə vəziyyətdə Köhnə gəlmişdim? görüntüləri verin, Nə şahid. vəziyyətdə gəlmişdim? Uşaqları sığınacağa gətirdin qoydun. Bəli, yox, Mən durdum ayağa ki, ay millətim, mən Bircə kömək köynəklə istəmirəm. gəlmişdim, Mən Xoşqədəm xanım. uşaqlarımı dalınca Bircə köynəyim gəlmişəm. var idi, mənim onunla Tüm gəlmişdim. uşaqlarımı Bəli, əlimə o götürdüm, yaşıl apardım koftayla saxladım. günlərlə o, mən də paltarlarını mikrofon. Mənlə gəlmişdim. O sarı koftanı da anam almışdı. Yəni Yaşıl amma kofta Gül zadı xanım, burada sən almışdı. bura gələndə düzdür, boşanmaq üçün ayaq üstə durub balalarıma baxacam demişdin, amma sonra demişdim. ayaq üstə durub balalarına baxa bilmədim, balalarını sığınacağa atırdım. Bu kişi də aldı əlindən dedi ki, mən balamı sığınacağa qoya bilmirəm. Dura bilmədim. Oğlum, Xoşqədəm xanım, Şabranda da apardı uşaqları ki, sığınacağa Heç kəs versin, dəstək çağırdılar olmadı, mənə. dura bilmədim, Dedim, ayaq. əgər mən Xoşqədəm xanımı verilişində uşaqları sığınacağa Bir dəqiqə, nə verməmişəm. deyirdin, nə deyirdin? Belə fikirləşirəm ki, həqiqətən Gül xanımın uşaqlara sevgisi yoxdur. Onun sadəcə Rəşada sevgisi var. Qaldı da ki, 3 dənə övlad, öz övladına baxan ana 3-ünə baxmalıdır. İndi bəxtindəki uşaqları fikirləşməməlidir. Qaldı da ki, indi bir dənə övladı sən nə fikirləşsən ki, Mən kimi? uşaqlarımı necə sevirəm? Mən şəxsən bayramın yerində olsam, sən addımına da buraxmaram uşaqlarımın. Ay, sən Aa, kimsən? bu nədir? Vallahi Bu nə bırakmaram. danışırsan Abi sən? sen memnun ədalət kimi. elə bayramdır. Ay be kardeş. Həm sen analıq ya eləyir, həm atalıq eləyir. Yuyulmamış çömçək kimi işinə qarşıda başa İki gün düşürəm. uşağına baxırsan, 2 gün uşağına baxırsan. Gəlib bayramın başına qalxınca eləyirsən ki, 2 gün uşaqlarına. Bəli, uşaqlarıma hər gün baxaram, hər gün. Ay, axırıncı həmişə gündür, baxaram. so, uşaq zat Xeyr, gəlməyəcək. uşaqlarıma ömür boyu da baxaram. Mən Canlı səhər fəda Allah verirəm. başa- Məhrum eləməlisən, qardaş. Vallahi ayıb o. Onun Heç şəxsiyyətindən olmasa qarşısına həftə o sonuna cüranı çıxartma. uşaqlar qalsın. Xoşqədəm xanıma görə gəldim, mən Həftə çıxdım. sonunda bugünkü Xoşqədəm gündə. xanım mənimlə qalsınlar, uşaqlarımı doymamışım. 2 gündə Axşam uşaqlar qalsınlar. yanımda olacaq. İki gündə Mən qalsınlar. səhər tezdən rayona gedirəm. Mən işim 2 gücüm. gündə Mən qalsınlar işim gücüm. mənimlə. Yox, Onlara mən elə baxmışam. Üçünün qədrini Xoşqədəm bilməyən. Qısa bir ara İkisinin də verək. qədrini- Bir körpə uşaqla qadın gəldi. O uşaq kimdir? Kimin övladıdır? Şok əziz tamaşaçılar. Ona görə hər kəs ekran qarşısına yaxın əyləşsin. Bugün ancaq bu efirdə şok yaşayacaq.